Hörmətli izləyicilər, sizə bu günlərim çox dəyərli bir ev göstərəcəm. Sahibi də çox dəyərli insandır, sizə yaxşı olmasın. Ümumiyyətlə, şəhərdə nə ev almaq istəyirsinizsə, bizim evlər komandasına müraciət eləyin. Sizə hər ölçüdə, hər qiymətə, hər büdcəyə uyğun evlər sizi gözləyir. Bu ev isə nə az, nə çox 200 kvadratdır. Bəli, 5 otaqda ibarətdir. Nərimanov ərazisində, Təhsil Nazirliyi yanında yeni tikili binada 8-ci mərtəbə, tam orta mərtəbədə təmirli və əşyalı kvadratı 3200 manata düşür. İTOQ-da rəqəmi sizə söyləyəcəm. İndi isə sizə başlamamışdan əvvəl bir dənə mən mənzilin 2 dənə çıxarışını göstərəcəm. Bir stav, 2 dənə kupçası var. Bəli, 2 mənzilin birləşməsidir. Bir kupça və bir kupça. Tam ideal bir qayda qanunlu mənzil təqdim edirəm sizə. Mənzildə xüsusiyyətlərdən xoşuma gələn, bilmirəm siz xoşunuza gələr, yoxsa gəlməz. Bu mənzil 2 pozisiyada ibarətdir. Bax, bura mətbəx, oturmaq, relaks güşə. Bundan əlavə də sahibinin öz şəxsi istəyinə bir dənə də yanında, yan otaqda zal otağı düzəldib ki, çox güman ki, mən belə başa düşürəm ki, bəylərlə xanımları ayırmaq üçün olan bir şey. Düz başa düşdüm, niyyəti olub da, sağ tutdum, görürsünüz. Bax, burada bir zal otağıdır, dəyərli izləyicilər. Bu bina da yaxşı binadır. Yeni binadır, adını qeyd edəcəm elanda, ona baxarsınız. Bax, paraket, aboylar, təzə əşyalı. Yaxşı, bilirsiniz, mən sizə veşsiz şeylər görsətmirəm. Yəni, keyfiyyətli bir ev görsədirəm. Bu da belə bir burada, maşallah, medallardır. Bura bir yataq otağıdır. İçində qardirob otağı da var. Bax, bura qardirob otağıdır. Yəni, özəl əşyalar var, çox içəri girməyək. Balkona çıxışı var. Gəlin, balkonu da sizə operator görsətsin. Məhəllə hissəsinə baxışa baxaq. Buradan çıxaq. Kondisioner, asılqanlar filan. Binanın arxa tərəfi Təhsil Nazirliyi 28 maya da yaxındır. El arasında çapa evdə deyirlər. Bura, keçmişə çapa ev deyirdilər. Bura, əgər qarışdırıramsa sizi, diqqətlə baxın da. Deməli, mən mətbəx zalı görsətdim, ikinci zalı görsətdim və yataq otağını görsətdim. Xol hissəsində isə ümumi sizə hamam otağını görsədirəm. Dəyərli izləyicilər, baxın özünüz qiymətləndirin. Mən sizə nə söyləyeyim. Bura giriş hissəsidir. 8-ci mərtəbə, Sigma lifti filan, qonşu kontingent yaxşıdır. Bura paltar dolabıdır. Yavaş-yavaş artıq yataq otaqlarına bölgü ayrılır. Bura bir yataq otağıdır, tanış olun. Bura balon bank eləyiblər, amma santexnikası çəkilib. Növbəti bir hamam tualet kimi nəzərdə tutulub ki, ustalar burada santexnikanı falan çəkiblər, indi balon bankı kimi eləyiblər. Bura uşaq yataq otağıdır. Buradan balkona çıxışı var. Hər şey əla bir vəziyyətdədir. Uşaq üçün paltar dolabı var. Hazır gir, yaşa, köç, afomut elə, yaşa bir evdir də. Yəni, əzizləyicilər, rahatdır. Bunu almaq rahatdır. Əlavələr yoxdur. Hər şey düşünülüblər. Wi-Fi, kamera sistemi, kondisioner hamısı Mitsubishi-dir. Özü üçün olduğuna görə sahibi hər şeyin yaxşısını eləyib. Normal da qiymətə verir. Yəni, mən deyərdim ki, 3200 manat bir kvadrat, bu 200 kvadrat yaxşıdır. Yəni, araşdırırsınız da özünüz məndən də. Maşallah, hamınız alimsiniz. Ona görə də deməyim odur ki, bu elandan satış nömrəsinə zəng eləyin. Bu mənzilə baxmaq üçün günün istənilən saatı 24 saat qulluğunuzdayam. Bu mənzil və digər mənzillərdən, paylaşımlardan da görürsünüz. Təşəkkür edirəm bizi seçdiyinizə görə. Sağ olun.